Herkese salam, kanalıma hoş gelmişsiniz. Bugün yeni bağlamalarla karşınızdayım. Gelin birlikte açaq. Ben birinci bunu açayım. Bu proteinli saç maskasıdır, kollagenli. Bunu salonda çox tərifləmişdilər. Xalam da mənə göndərmişdi, məsləhət görmüşdülər. Saçımda hal-hazırda kollagen proseduru olduğuna görə bu maskadan istifadə edəcəm. Saçımı sulfatsız şampunla yuyuram və bu maskadan istifadə edib keyfiyyəti haqqında sizə məlumat verəcəm. Davam edirik. Bununla bağlı heç bir fikrim yoxdur. Bu sulfatsız antiperspirantdır. Ama krem formasındadır. Bilirsiniz ki, üzr istəyirəm, sulfatsız yox. Şampun sulfatsız olduğuna görə fikrim orada qaldı. Alüminiumsuz antiperspirantdır. Qoxusu çox gözəldir. Bunu Əzim Məcidin vlogunda görmüşdüm, məsləhət görmüşdüm. Həqiqətən qoxusu çox əladır. Bu haqqında istifadə etdikdən sonra sizə geri dönüş edəcəm. Bu mango kargomdur. Bu mangodan çiğ kaşlokdur, cüzdan, pul kisəsi Azərbaycan dilində. Ama bu kadar küçük olduğunu gözləmirdim. Çok balacadır. Bu ancaq kartları və qəpikləri, heç buna normal qəpik yerləşməz. Ancaq çox qəşəngdir. Burada qiyməti yazılıb 10 eurodur. Rəngi tünd korичnevdir əslində. Belə videodan qara görsənir. Bugün işığımı taxmamışam. Keyfiyyəti qəşəngdir. Ancaq ölçüsünü bu qədər kiçik gözləmirdim. Və defakto. Defakto da endirimlər olanda uşaqlar üçün isti qış geyimləri almışdım. Ümid edirəm ki, keyfiyyətlidir. Vay! Buradan ştatifin ayağının göstərdiyini bilirəm. Ancaq nə qədər əlləşsəm də bu ayağı çıxarda bilmədim. Ekrandan. Bunlar payız üçündür. Altı belə, yəni çox qalın deyil. Bilməm necə görsənir. Əslində bu bütün şərtlər bu videonu çəkməməyimi əngəlləyirdi. Ancaq hər şeyə rağmen çəkirəm. Demək, birinci mikrofonumun şarjı bitmişdi. Enerjisi. Onu enerjiyə qoydum. Sonra baxdım ki, telefonumun enerjisi yoxdur. Onu enerjiyə qoydum. Və demə, orijinal adaptera qoymadığıma görə telefonum cəmi 3%-dəydi. Ona görə çəkə bilmədim öz telefonumdan. Anam sağ olsun. Anamın telefonu ilə çəkirəm. Bu çox qəşəngdir, çox həm payızlıq, həm yazlıq. Giymək rəngi ekrandan yaxşı görsənmir. Ancaq ki bu belə çirkli mavi, çirkli lacivert deyirlər də, belə bozla mavinin qarşılığı çox qəşəngdir. Mən bütün köynəkləri həmişə bir kaş böyük alıram. Uşağın belə oversize giyimini çox bəyənirəm. Bu alışverişimin əsas səbəbi bu kostyum idi. Demək bu, məncə bu balaca oğlumun olacaq. Yox. Aha, bu heç gözlədiyim kimi gəlmədi. Bunu əslində içi isti, qalın, üç ipli deyirlər də türklər, elənci gözləyirdim. Əslində sifariş vermə səbəbim də buydu. Heç elənci gəlmədi. Şalvarı uzundur. Biraz qəribə oldum. Heç belə allanmamışdım. 50 dəfəyə baxmışdım bunu. Kostyumlara.
Evde yox, bu mavi köynəyə yetər qədər qəşəngdir. Bu da əslində 3 ipli deyilən o qalın kostyumlardan olmalıdır. Əslində bunun mavi bej rəngi şəkillərdə çox belə açıq bej idi. Bu hal-hazırda onu belə narıncıya çalan bejdir. Bu ton elə bil ki, qız uşaqlarına daha yaxşı gedir. Çünki burada qırmızı rənglər falan da var. Ona görə şəkildə əslində erkek paltarı yazılmışdı. Bu da əslində içi tüklü, isti deyil. Amma özünün materialı belə isti gəlir adama. Nə dərəcədə isti saxlayacaq, o haqda heç bir məlumatım yoxdur. Ancaq belə ümumiyyətlə keyfiyyətsiz görsənir. Fikirləşirəm ki, bu ilk yuyulmada məhv olacaq. Bu da şalvarım. Belə. Bu dəfəki endirimlərdə yaralanmağım, yəni o qədər də düşərli olmadı. Çox belə əslində çox düşünərək, seçərək almışdım. Nə bilim, olur da belə eyb yox. Canlar sağ olsun. Əslində qəpik quruş almışam. Buna görə keyfim pozmağa dəyməz. Belə, bu bilirdim ki, belənçi nazikliyindədir. Bu nazikliyindədir. Yəni ki, payız yaz aylarında giyinmək üçündür. Belə pis deyil, şəkillə eynidir. Bu qədər alış-verişim. Məni takip etməyi, səhifəmi takip edin. Bəyənin, komentar yazın, iradlarınızı, təkliflərinizi zəhmət olmasa yazın, dəstəkləyin, paylaşın. Sağ olun, sevgilə qalın.